Sabah oktyabrın 3-də Naxçıvanda 4 nəfər tərəfindən təcavüzə məruz qalan yeniyetmənin işi üzrə təqsirli bilinənlərdən birinin 1 il həbs cəzası alan hərbçi Əsadov Səbuhi Səməd oğlunun apellyasiya məhkəməsi keçiriləcək. Məhkəmədə Səbuhi Əsədovun cəzasının artırılması işinə baxılacaq. Zərər çəkmiş yeniyetmənin anası Səminə Musayevə deyir ki, bu iş qeyri-şəffaf araşdırılıb. Əks halda təqsirləndirilən 1 il həbs cəzası ala bilməzdi. Üstəlik məhkəmələrdə ananın iştirakına da icazə verilməyib. Bir təcavüzçüyə bir il iş verərlər. Özdə bu adam baş leytenant rütbəsi daşıyırdı çiynində. Bu adam körpə uşaqlara təcavüz eləyir, çiynində də baş leytenant rütbəsi daşıyırdı. Biz bunlardan məsələn, mən bunu necə deyim ki, bu adam bizim namusumuzu qoruyurdu, bu adam bizim qeyrətimizi qoruyurdu, bu adam necə qoruyur, bu adama necə vətən gülü olublar, bu adama necə ana bacı gülü olublar. Mən bilmirəm onu, mən baş açmıram, bir ana kimi mən onu çözə bilmirəm. Səbuhi Əsədov da qeyd eləyib orada ki, mən bu uşağın az yaşlı olduğunu bilirdim. Sənan Pənahov da az yaşlı olduğunu, uşağın az yaşlı olduğunu bilə-bilə uşağa təcavüz eləyirmiş. İstintaq materiallarında da qeyd olunur ki, zərər çəkmiş bildirir ki, təqsirləndirilən Səbuhi Əsədovun qardaşı da ona təcavüz edib, onu şantaj edib, hədə-qorxu gəlib və məcburi qaydada onunla əlaqədə olub. Amma prokurorluq ortada heç bir sübutun olmadığını əsas gətirərək həmin şəxsi sərbəst buraxıb. Demədilər ki, sənə bu məsələn Araz Əsədov harda təcavüz eləyibdi, çöldə sənə hansı tərəfdə təcavüz eləyibdi. Məsələn, övladım mənə deyir ki, izahatlarında da qeyd eləyir. Araz Əsədov çölə gəldi ağ maşını ilə. Mənə zorla təcavüz etdi, maşınına zorla salaraq təcavüz etdi. Bu Araz Əsədovla bağlı heç nə deyilmədi. Məsələn, bunun araşdırma aparılmadı ki, bunun ağ maşını olubmu, olmayıbmı? Bunun başqa nömrələri incələnmədi. Sadəcə bunun anası, dünyasını dəyişən anasının telefonunu gətirib polis əməkdaşlarına vermiş. Bunun başqa nömrələri araşdırılmadı. Məsələn, Araz Əsədov deyib, qardaşımla olubsan, mənlə olmasan, atana deyəcəm, atana səni öldürəcək. Bax, bu cür şantajla, zorla maşınına basıb çöldə, çöllü ərazidə. Heyvan oturarkən, uşaq heyvan oturarkən, uşaq izahatların hamısında qeyd edir ki, mənə zorla təcavüz etdi, məni zorla maşınına bastı. Bunların heç biri araşdırılmadı. Çöllük bir ərazidə bu adamın ağ maşını nə üçün incələnmədi? Bu adamın başqa nömrələri nə üçün incələnmədi? Bu adamı sərbəst buraxırlar. Nə səbəbə görə? Başqa övladlarımıza təcavüz eləsin deyə. Körpə əsgərlər var orada. Necə deyim, ailəsindən uzaqda körpə balalarımız var. O əsgərlərə təcavüz eləsin deyə bu adam sərbəst buraxılır. Səminə Musayevə deyir ki, övladının işi yenidən prokurorluğa qaytarılmalı, istintaq yenidən başladılmalı və bu dəfə iş ciddi araşdırılmalıdır. Bir təcavüzçü çöldədir, gözəl bacım, bir təcavüzçü çöldədir. Başqa övladlarımızın həyatı təhlükədədir. Mən prezidentimə səslənmək istəyirəm. Sizdən çox xahiş edirəm. Mən bu səsimi yayınlayasınız. Mən dövlət başçımdan, prezidentimdən, İlham Əliyevdən kömək istəyirəm. Onun xanımı, Mehriban xanımdan kömək istəyirəm. İstəyirəm ki, mənim bu övladımdan görüntülü video götürülsün. Araz Əsədovla bağlı. Uşağımdan izahat yenidən alınsın.